Selamünaleyküm uşaqlar, necəsiniz uşaqlar? Bugün sizə bir də öz sunucumda, Elite Network sunucusunda Skyblock oynayacaq uşaqlar. Bu arada siz də açıqlamada verdiyim linkdən Discord hesabımıza gəlib və açıqlamada qoyduğum IP-dən sunucumuza qatılmağı unutmayın. Siz də sunucumuza qatılaraq öz oyun keyfinizi yaşaya bilərsiniz. Nəysə uşaqlar, keçək Skyblock-a. İlk öncə hələ tam təzə server indi açılıb. Buz var, lav var. Bunun birini götür. Bunları götürək. Nəysə. Allah haqqı. Şimdi buranı ilk dəfə yəni alız Skyblock oynayıram indiyə qədər. Bu ağacı məhv eləyəyim yoxsa qalsın necədə qalmışım belə. Məncə məhv eləməyək hələlik. Qalsın. Bu torpaqlar nedirə gedib çakıl yığıb torpaqları çoxaldacaq. Torpaqlar qalsın. 64 dənə varmış. Nəysə. Generator eləyək. Demək. Söz deyəcəm. Beliydi. Bir dəqiqə. Bir dəqiqə. Buranı qazaq. Ay, niyə belə oldu ki bu? Nəysə uşaqlar, mən bloku qırım. Uşaqlar, hələ də mən ofislərini qırmaqla çalışıram. Siz də bu arada kanala abunə olub, like atıb, bütün bildirimləri açmağı unutmayın ki, gələn videolardan xəbərdar ola bilərsiniz. Aha, qırıldı. Okey, onda bir dəqiqə bir dəqiqə uşaqlar. Aha, buradan səsi biraz alaq. Məncə bu qədər bəsdir. Bu arada bunu da biraz alaq. Okey. İndi bunu bura qoyuruq. Hə, elə. Sonra get, su geçsin. Lav, axırıncı lavdır. Ha, uşaqlar düzəldi. Düzəldi. Şükür. İnşallah bu arada shop yazıb baxa bilərik. Məsələn, belə bir shopumuz mövcuddur. Mən burada minyon falan fikirləşirdim. Məsələn, spawn example, bu nədir? Sol tıkla və nəysə, bir dəqiqə. İnşallah bir dənə baxaq. Görək nədir bu? Məndə şematik var deyəsən. Ondan bir dəqiqə şematikin onda çılğın dəyişdir. Uşaqlar, deyəsən şematikdə nəsə bir problem var, dəyişmir. Bu arada nəysə. Okay. Uşaqlar, mən sizi yormayayım, biraz kasım gəldi. Uşaqlar, mən indi fərq edirəm. Shopdan daha 3 dənə gördüyünüz kimi 2 dənə, 3 dənə lav almışam. İndi nə edəcəm? Baxın. Burada bildiyiniz kimi torpaq var idi biraz. Bunu götürürəm. Və daşla eləmək olaraq. Bunda biraz daş kasım edəcəm uşaqlar. İndi görəcəksiniz nə edəcəm. Uşaqlar, indi fərqinə varıram ki, məndə şey yoxdur. Huni olmadığına görə, yəni mən bunu burada Huni ilə bağlayıb istəyirdim ki, bundan 3 dənə belə düzəldim. Huni ilə bağlayıb edə bilmirəm. Və bizdə bilirsiniz ki, sandıqda kaktüs, bunlar heç.
Kemik, buğday, bu var və biz nə etməliyik? Biraz daş qazıb, odun. Bir dəqiqə. Bu ağacı yıxmalıyıq biz hər türlü. Niyə deyim? Biz mob farm düzəltməliyik. Mob farmı üçün də bizə odun lazımdır. Yəni bu ağacı yıxmalıyıq hər türlü. Yəni çarəsi yoxdur. İnşallah yerə düşməz. Buradan belə qaza, kaktüs nədir? Kako. Demokratik Kongo. Burada bizim çapamız da var idi. Bir dənə fidan istəyirəm. Yo, bunları 4-də əkməyin orada. Nəhləsə görüşürüz. Nəysə, onda illa ki bir yerə düşəcək. İlla. Ay belə, oraya var. Belə onda bir şey eləyəcək. Torpaqları götürürük. Belə qalxırıq. Buranı biraz qazırıq. Taras. Okey. İnşallah kanala abunə olub, like atıb, bütün bildirimləri açmayı unutmayın. Başqa sunucumuza hansı dəyişiklikləri istəyirsiniz? Yəni SMP-mi, Tovni-mi, nə bileyim, məsələn Skyblock-a yeni şeylər. Bunun üçün Discord kanalımıza gəlib yazmağı unutmayın. Bizə ən azı 2 stage daş lazım olacaq. Buna görə də Afrika qoyub daş mob farmı üçün bunu edəcəm. Ola, gəl. Bu arada, məsələn, sunucumuzu mən sizə heç tanıtmadım. Yox, ya da sunucumuzu tanıtmaq üçün başqa bir video çəkərəm. Uşaqlar, mən biraz Afrika qoyub buradan dəqiqə. Oradan yox, torpaqlarımızı. Baxın, buradan bir dənə su. Bunu bura qoyuruq. Alta gedib. Oy! Gözlə. Okey, çıxdıq. Of. Mən niyə elə şey elədim ki? Bakın burada bunu bu formada Afrika koymak. Biraz da taşlar o yana gelir. Neyse uşaqlar, mən 2 stek falan, 3-4 stek falan daş kasıb gəlirəm. Neyse uşaqlar, mən özümə biraz pul attım. Niyə attım? Çünki həm sizin rəyinizi, həm də öz rəyimi sıxmamaqdan ötəri elə shopdan ala biləcəyim təmlərdir bunlar. Nəysə, keçək yavaş-yavaş mob farmımıza. Siz də gəlib, məsələn, mən bura one block, Skyblock var, one block, SMP, Tovni və Survival atmaq istəyirəm. Zaten duel falan hamısı var. Nəysə, keçək farmın yapılışına. Buradan bunu alırıq. Bura koyduğumuz müddət bunu belə edirik. Ondan sonra bunu belə edirik. Niyə belə edirik? Bunu görəcəksiniz. Bu yüzden bir blok aşağı inirik. Görürsən, tankımız böyüyəcək. Bence böyüyər. Tank böyüyəcək. Bu arada pingim biraz yüksəkdir. Skyblock o da həll olunacaq. Okey, biraz bu yana. Yəni bunları yeni adalar düzəltmək üçün istifadə edirdim və hörümçək lazımdır. Mən bilmirəm valla. Hörümçək lazım olmadığım. Nəysə uşaqlar, mən farmı tikim, gəlirəm.
Uşaqlar, farmımızın son halı bu şəkildədir. İtemlərimiz bitmişdi. Ona görə aşağı düşdüm ki, itemlər götürüm. Sizlərə bunun baxın, qıraqları buradan qırıq daşdır. Oranı niyə adi taş demişəm? Çünki adi taşın üstündə mod canlanma ehtimalı qırıq daşdan çoxdur. Belə üstünə tuzak kapları falan qoyacağım bu istələrə. Suları qoymuşam. Onları dolduracağım və üstünü bağlayacağım. Bir qapda bir mob farm edəcəm. Onu da edim, gəlirəm. Gördüyünüz kimi farmımız hazırdır. Baxın, bu formada bir farmdır və işləməyi də normaldır. Bunları kəsək. Yox, atlamayın. Bu arada hər səviyyə atdıqca sizə nəsə lama verir. Lama verir. Uşaqlar, bu videomuzun da sonu bu qədər. Kanala abunə olub, like atıb, bütün bildirimləri açmağı unutmayın. Sağ olun, sevilirsiniz.